Niyə görə odun üstündən atlanırlar? Uşaqlar, hətta cavanlar, gənclər, niyə? Hətta yaşlılar. Niyə belə bir inanc formalaşıb ki, çərşənbə axşamları ağır gündür? Bayram günü, ya həmin gün, həm bu birisi gün mütləq qəbr üstə gələrdi. Gələndə də əli boş gəlməzdi ya. Biz nə qədər ənənələrimizi, elə o cümlədən də Novruz ənənələrimizi itirmişik. Toy vaxtında nəinki çay, su da verilməzdi. Bu ənənələrin itməsi, məhv olması cəmiyyəti uçuruma aparır. Onu insanlara sevdirən Allahdır. Allahımıza hörmət eləyək. Ədəbli olaq, ərkamlı olaq, böyüklərimizə hörmət eləyək. Məndə olan arxev material. Desəm, heç kəs də yoxdur, inanın. Dünyadan keçəndə, ağlım başında olsa, vəsiyyət eləyəcəm ki,